Salam olsun hər kəsə. Demək bu ilki qəbul suallarına baxacağıq. Bir kimya və bir biologiya. Və ekranda da görürsünüz, bir kimya sualını izah eləmək istəyirəm birinci. Deməli, ekranda da görsənir, qələvi metalları X, Y, Z ilə göstərib və göstərib ki, hamısının kütləsi M-dir, yəni bərabər deməkdir bu. Tam reaksiya sərf olunan xlorun mol sayı isə X-da N1, Y-da N2, Z-də N3 kimi göstərib və metalın kütləsini A1, A2, A3 kimi göstərib. Və heç nə, bu məsələni biz bir düsturla həll eləyəcəyik. Hansı düsturdur? Nü bərabərdir, M bölünsün böyük M-dən məsələnin canını çıxardırıq. Necə? Burada görsənir ki, nisbi molekul kütləsi nə qədər kiçik olarsa, mol sayı o qədər böyükdür metalın. Demək ki, mol sayı böyükdürsə, bu özünə o qədər də çox mol xlor birləşdirir. Yəni nə deməkdir? Biz burada nisbi molekul kütləsin ən kiçiyi mol sayının ən böyük kimi götürəcəyik. Yəni necə? Deməli, burada olacaq, deməli, görsənir ki, burada şərtdə bizə N2 böyükdür N1-dən. Deməli, şərtdə bizə bunu deyir ki, N2 böyükdür N1-dən, bu da böyükdür N3-dən. Deməli, N2 böyükdür N1-dən, yəni sərf olunan xlorun kütləsi. Deməli, N2 ən böyükdürsə, onunla birləşən metalın deməli kütləsi ən kiçikdir ki, onun mol sayı ən böyük olsun. Və çox qədər də, yəni çox mol sayda da özünə xlor birləşdirsin. Deməli, burada ən kiçik kütlə olacaq kimin? A2-nin, yəni A2 burada kiçikdir kimdən? A1-dən. A1 də kiçikdir A3-dən. Və salam. Sənin cavabın olacaq deməli bu. Sadəcə bilmək lazımdır bir düsturu. Və onu bilmək lazımdır ki, nisbi molekul kütləsi kiçik olanın mol sayı böyük olur. Bu birinci məsələ. Keçirik biologiya məsələsinə. Biologiya məsələsində də bizə yaşıl quş mamırının çoxalmasını əks etdirən sxemdə göstərilənlərdən bütün hüceyrələrin xromosom yığınlarının cəmi nəyə bərabərdir? Biz bilirik ki, sporun xromosom dəsti N-dir, yəni haploiddir. Spordan əmələ gələn protonemanın da, yəni haploid xromosom dəstindən əmələ gələn haploidin də məlum məsələdə, yəni protonemanın da xromosom dəsti haploid olacaq. Və bu protonemadan da erkək gametofitinin də dişi gametofitinin də hüceyrəsi haploid xromosom dəsti olacaq. Məlum məsələ. Erkək gametofitdən əmələ gələn spermatozoidin də xromosom dəsti haploid olacaq. Yumurta hüceyrənin də xromosom dəsti haploid olacaq. Və bunların birləşməsindən əmələ gələn zigotun xromosom dəsti diploid olacaq, yəni 2. Və məlum məsələ, bilirik ki, yaşıl quş mamırında zigotdan əmələ gəlir ayaqcıq, onun da üzərində qutucuq. Ayaqcıqdır, onun üzərindəki qutucuqdur, onların xromosom dəsti 2N olur. Yəni, deməli, burada da qutucuqun divarın hüceyrəsi 2N olacaq. Ümumi burada nə qədər xromosomlar var? Hesablayırıq. N. Neçə dənə N var? 1, 2, 3, 4, 5, 6N. 2N2 plus 4N bərabərdir 10N. Deməli, sənin cavabın 10N imiş. Nəyi başa düşməsəz, şərh bölməsinə qeyd eləyərsiniz, izahını verərik. Çox sağ olun.